Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillahi ve ala alihi ve sahbihi ve men vala. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefqahu qawli. Allahümme la sehle illa ma cealtehu sehle ve ente tec'al hazne idha şi'te sehle. Es'elullah al-ihlas vel kabulu ba'd. El-khitbetu ahkamuha. Kardeşler, kesreyle khitbetu ahkamuha. Çünkü khutbetu ahkamuha başka babdır. Hutbe ve onun ahkamları yok. Burada qəsd xitbə, nişan, elçilik və onun əhkamları aydındır. Əl-xitbə bi kəsril xa. Talabul mar'ati liz-zivac. Qadını evlənməyə ərz etməsi məsələsidir. Yəni bir qadına evliliyi ərz eləmək məsələsidir. Və yaxud da ki, qadından evlənməyi tələb etmək məsələsidir. فإن أجيب إلى طلبه فلا يعود كونه واعدا بالزواج ولا ينعقد بهذا النكاح فتظل المرأة أجنبية عنه حتى يعقد عليها. Deməli, xitbə nişan olmaqdır, elçi getməkdir. Ürf adəti ilə desək, həri almaqdır. Yəni qızı artıq okey eləməkdir ki, artıq bu bizim gəlin olacaq. Əgər qadın icabət edərsə xitbaya, yəni hə deyilərsə ailəsi tərəfindən qızın razılığı ilə, bu hələm də o deməkdir ki, onun həyat yoldaşıdır. Aydındır, sadəcə hərisi verilmişdir və bu hələm də o deməkdir ki, o artıq nikah əhdi bağlanmışdır. Xeyr, nikah əhdi bağlanmadıqca onun həyat yoldaşı hökmünə hələm də girməmişdir. فالخطبة مقدمة للنكاح لا يترتب عليها ما يترتب على النكاح كما سيأتي تفضيلها. Çünki xitbə, nişanlıq, həri almaq, elçilik izdivacın müqəddiməsidir, özü deyil. Aydındır. Və izdivacda olan əhkamların heç biri xitbədə işləməz. Ta ki, aqd-ü nikah olmayınca, nikah düğünü bağlanmayınca. Hukmuha el-xitbatu leysət şartan fi sihhati nikah. Hökmünə gələndə nişanlanmaq, elçilənmək, həri almaq nikahın səhih olması üçün əsla şərt deyil. Fələv təmmə bidunihə kənə sahihan. Təsəvvürə bir insan heç elçi getmədi, heç həri almadı, heç nişan aparmadı, nişan getmədi. Bir gündə neynədilər? Bəyəndilər, hə dedilər, orada da nikah əhdi kəsdilər, orada da toy elədilər. Səhihdir. Səhihdir. Lakin nəhə fil qalib. Ancaq niyə görə bu məsələ var? Çünki əksər halda belə olur. Yəni, insanlar gedir və həri alır və gözləyirlər, cavab gözləyirlər və cavab verilir, sonra bir müddət gözləyirlər, sonra toy təyin olunur, imkanlar əldə edilənək və s. Bu cəhətdən xitbə əhkamları İslamda var. Vəsilətun nikah və o nikaha olan bir vəsilədir. Cümhura görə caizdir. Liqavli Teala, istərsən bu ayət-i kərimə oxuyaq. Əl-Bəqara surəsi 235-ci ayət-i kərimə. Və la cunah aleykum fīmə arradtum bihi min xitbətin nisə. Əl-Bəqara surəsi 235-ci ayət-i kərimə. Qadınlara elçi göndərmək istəyinizi işarə ilə bildirməkdə və ya ürəyinizdə gizlətməkdə sizə heç bir günah yoxdur. Allah bilir ki, siz onları xatırlayacaqsınız. Lakin onlarla gizlicə vədələşməyin. Onlara yalnız şəriyyətə müvafiq qayda üzrə söz deyin. Gözləmə vaxtı başa çatmayıncaya qədər nikah etmək qərarına gəlməyin. Bilin ki, Allah sizin qəlblərinizdə olanları bilir. Ondan qorxun. Bilin ki, Allah bağışlayandır, rəhimlidir. Fəl-mu'təmədu ində şəfiiyyə istihbəbuhə. Şafii məzhəbində isə müstəhəbdir. Nikahdan qabaq xitbə etmək. Xitbə nədir?
elçi getmək, həri almaq, nişanlamaq, qızı okeyləmək, aydındır. Niyə görə müstəhəbdir Zeyd Şafiyyə? Lifi'lihin Nebiyyü sallallahu aleyhi ve sellem haythu xataba Aişətə bintə Əbə Bəkrin radiyallahu anhuma. Dedilər, çünki bizdə dəlil var. Allah Nəbisi sallallahu aleyhi ve sellem Ayşə ilə nişanlandı. Ona elçi getdi Əbu Bakra və Ayşə ilə nişanlandı və Ayşə onu gözləyirdi. Və xataba Hafsata bintə Umar. Həmçinin Ömərin qızı Hafsa ilə də nişanlanmışdır. Qardaşlar, möhtərəm qardaşlar, burada bir diqqət var. Nişanlanma fikriniz iki üzüyün barınmağına taxılması söhbəti deyil, ha. Qətiyyən bunu qaçdırmayasınız. Biz nişan kəliməsinin özünü götürdük ki, xitbə kəlməsi olaraq əvəz eləməkdən ötürü, sadəcə olaraq. İslam nikahında, İslam xitbasında, nişanında, elçiliyində heç bir üzüy barmağa girmə mərasimi yoxdur. Necə bunu xristiyanlar edərlər və onları təqlid edən ümmətin bəzi fasiqləri. Allah islah eləsin. Neynəyərlər? Qızla oğlan qalxar cumhurun önündə, kişilərlə qadılan qarışıq bir yerində və bir-bilən barmaqlarına üzü taxma mərasimi keçər. Oğlan da barmağına qızıl taxlar, qızın da barmağına qızıl taxlar, beləliklə nişanlanmış olar. Bu cahiliyyə adəti xristiyanlıqdan ümmətə keçmişdir. Bizim qəsdimiz bu nikah deyil, bu nişan deyil, bu xitbə deyil, bu elçilik deyil. Bizim qəsdimiz fuqahanın danışdığı nişanlanma, nişan kəlməsini biz sadəcə termin olaraq istifadə edirik. Aydın necə? Bizim qəsdimiz burada, yəni qızın hərisini almaq və onu gözlətdirmək. Əsnada gedən hədiyyələrdə də eyb eləməz. Bu əsnada gedən qurbandır, odur, budur, xoncadır, hədiyyədir, eyb olmaz. Bunlar ürfdür. Heç eyb eləməz. Mən tuxtabu ileyhil məratu. Və sonra məsələ gəlir. Əl-aslu ən yutlabəz zivacə bil mərati xitbətuhə min vəliyyəhə. Nişan edildiği zaman, elçi gedildiği zaman kimdən edilməli bu? Atasından izin almalısan, yoxsa qadından, qadın özündən. Bax, bu səhvət gəlir. Ulema deyir ki, əsli odur ki, insan evliliyi tələb etdiyi zaman qızın vəlisindən onun izni almalıdır. Fəən Urva ənnə Nəbi sallallahu aleyhi və səlləmə xatabə Aişətə radiyallahu anhə إلى أبي بكر فقال له أبا بكر إنما أنا أخوك فقال صلى الله عليه وسلم أخي في دين الله وكتابه وهي لي حلال. Urva rivayət edir ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem Aişə ilə nişanlandı, xatabə, yəni onun hərisini aldı Abu Bəkirdən, atasından. Və aralarında belə bir söhbət oldu. O zaman ki, Əbu Bakır dedi ki, ya Rasulallah, şübhəsiz ki, mən sənin qardaşınam. Allah Resulü sallallahu aleyhi ve sellem, sən mənim dində qardaşımsan. Ancaq o mənə halaldır. Yəni, mən onu nişan etməklə özümə həyat yoldaşı edə bilərəm. Yəni, aramızdakı olan dostluq, qonşuluq, qardaşlıq qırağa. Onun bu əhkamlara qarşı çıxacağı yoxdur, sanki demək istəyir aleyhissalatü vesselam. Axracəl Buxari. Hədis səhihdir. İkinci məsələ, qadın cavan deyilsə, gənc deyilsə, ağıl sahibidirsə, yaşlıdırsa, birbaşa ona elçi etmək olar. Birbaşa ondan tələb eləmək olar. Elçilikdən söhbət gedir. Aydın necə? Necə Ümmü Sələmənin hədisində buyurur ki, Ümmü Sələmə Əbu Sələmə dünyasını dəyişəndə Allah Nəbisi sallallahu aleyhi ve sellem Hatib ibn Əbi Bəltanı mənim yanıma göndərdi ki, nişanlasın onun üçün. Hədis sənədi Əxrəcəhu Müslim və Nəsai. Burada nəyi göstərir?
Kadın yaşlı olanda, uşağı olmayanda, genci olmayanda, velisi olmayanda elçi olarak bir başka kadın özünə ərz etmək olar. Aydındır? Söhbət şeydən getmir ha. Kadının özünü evləndirməsindən, nikah etməsindən, aqd etməsindən yox. Elçi olarak bir başka kadına ərz etmək bu halda olar. Üçüncü sınıf, üçüncü növ yuşra'u lil veliyyi arda muvaliyetihi ala ehli salah. Caizdir salih insanlar vasitəsilə də elçi getmək. Fəqad qalə şeyxu salihu li Musa İnni uridu an unkihaka ihda ibnatayya hatayni ala an ta'jurani 8 hicac. Əgər kişi qızın atası salihdirsə, atası da qızı nə edə bilər? Ərz eləyə bilər elçi olaraq bəyin özünə. Məsəl üçün, atası alimdir, salihdir, şeyxdir, möhtərəm adamdır. Bir tələbəsinə və bir çobanına və bir çox rəğbət göstərdiyi, sevdiyi bir uşaqlıqdan gələcəkdə, gəncliyindən gözü önündə böyümüş bir insana deyə bilər ki, mən qızımı sənə vermək istəyirəm, necə baxırsan məsələyə? Bunu edə bilər. Eyb eləməz, caizdir. Sadəcə baxılır orada fitnə olmasın deyə. Və yaxşı olardı ki, atası bu şeylərə diqqət eləsin, qızın atası və öz heybətini itirməsin, öz şəxsiyyətini qorusun və ərz eləsin. Misal üçün, bir salih insan öz qızını sənə verməsinə necə baxırsan? O da desə, çox xoşbəxt olardım, bu haqda ancaq arzulaya bilərəm. Həmin anda deyə bilər ki, həmin o insan mənəm. Qızımı sənə versəm, alırsan mı? Aydındır, bu caizdir. Buna da dəlil Əl-Qasas surəsinin 27-ci ayət kərimə Allah Azze və Celle buyurur. O zaman ki Musa'nın qaynatası, salih kişi, onun da adı Şuayb olur. O Şuayb peyğəmbər deyil. Salih bir insan idi ki, ənbiyalardan olan Şuaybın ismi ona verilmişdi. Nə deyir Musa'ya? İnni uridu an unkihaka ihda ibnatayya hatayni ala an ta'jurani 8 hicac. Şüeyb dedi, 8 il mənə işləmək şərti ilə qızlarımdan birini sənə ərə vermək istəyirəm. Əgər sən bu müddəti 10 ilə çatdırsan, bu sənin tərəfindən bir lütf olar. Mən sənə əziyyət vermək istəmirəm. Allah qoysa mənim əməli salihlərdən olduğumu görəcəksən. وفي الصحيح أن عمر بن الخطاب رضي الله عنه حين تأيمت حفصة ابنته من خنيس بن حذافة السهمي عرضها على عثمان ثم على أبا بكر ثم خطبها رسول الله صلى الله عليه وسلم. Həmçinin Umar bin Xattabın hekayəsi sizin yadınızdadır. Umar bin Xattab salih bir insan kimi, bir valideyn kimi öz qızını nədir? Ərz etdi. Kimlərə? Osmana, Abu Bakrə və sonra da Allah Nəbisi sallallahu aleyhi ve sellem onu aldı. Bunlar da nəyə göstərir qardaşlar? Hədis axracaq Buxari birinci hədis səhihdir. Bunlar onu göstərir ki, məsləhətdirsə bunu etmək olar. Salih insan, alim, əmir, heybət sahibi bunu edə bilər inşallah. وعن أم حبيبة قالت قلت يا رسول الله أنكح أختي بنت أبي سفيان قال وتحبين قلت نعم لست لك بمخلية وأحب من شاركني في خير أختي فقال النبي صلى الله عليه وسلم إن ذلك لا يحل لي. Habibe radıyallahu anhu ve ardaha Allah Nebisi sallallahu aleyhi ve selleme
öz bacısını almağı da ərz etdi. Və dedi ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem, sən onu sevirsən? Dedim ki, bəli ey Allahın Resulü, sevirəm və onun da mənimlə eyni xeyirdə müştərək olmasını arzuluyuram. O zaman Allah Nəbisi sallallahu aleyhi ve sellem buyurdu, bu mənə halal edilməmişdir. Yəni, iki doğma bacını bir arada birləşdirmək mənə halal edilməmişdir. Hədis əxrəcəh Buxari hədis səhihdir. Və an Ali ibn Əbi Talibin radiyallahu anhu qal, qultu ya Rasulallah, mə ləkə la tənəvvəq, yəni təxtar və tübəliğ fil-ixtiyar. Ali ibn Əbi Talib buyurur ki, Allah Nəbisi sallallahu aleyhi və səlləmə dedim, ey Allahın Resulü, nədən seçmirsən? Fi Qureyşin və təda'na. Fəqalə və indakum şey? Qultu na'am. Bintə Hamza. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm, innəhə la təhilu li. İnnəhə ibnətə əxi minər-rada'a. Ali ibn Əbi Talib radiyallahu anhu arda, Allah Nəbisi sallallahu aleyhi və səlləmə dedim, ey Allahın Resulü, niyə də seçmirsən ki, Qureyşdən və buyurdu ki, Allah Nəbisi sallallahu aleyhi ve sellem, təklif edəcəyim bir kəs mi var? Dedim ki, bəli, Hamzanın qızı. Allah Nəbisi sallallahu aleyhi ve sellem o zaman buyurdu ki, o mənə halal deyil. Çünki o İbnətə əxi minər-rada'a, o mənim süd bacımdır, qardaşımla. Əxrəcəv Müslim və Nəsəi. Və həmçinin qardaşlar, وَيُشْرَعُ لِلْمَرْأَةِ عَرْضَ نَفْسِهَا عَلَى الرَّجُلِ الصَّالِحِ لِيَتَزَوَّجَهَا. Qadın özü də özünü ərz edə bilər elçiliyə, salih bir kişiyə. Və bu adət, şəriət adəti, pak adət, gözəl adət, təəssüflər olsun ki, xalqımızın adət ərnənəsində yoxdur. Və əksinə bu, onların cahiliyyə ürfündə eyib sayılır. Halbuki İslam kimi yaşansa, əsla eyib olmayacaqdır. Baxın, وَيُشْرَعُ لِلْمَرْأَةِ عَرْضَ نَفْسِهَا عَلَى الرَّجُلِ الصَّالِحِ يَتَزَوَّجَهَا. Və bir qadın özünü salih bir kişiyə, fasik kişiyə yox, yoldan keçənə yox, avaraya yox, nəşəxora yox, içənə yox, çəkənə yox, lotuya yox, səviyyəsə yox, əxlaqsıza yox, mömin, salih bir kişiyə ərz edə bilər. Qadın möminə, kişi də ondan da salih. Kişi elm əhli, kişi alim, kişi imam, kişi qadı, kişi mufti, kişi əmir, kişi xəlifə, kişi nəbiyullah, rasulullah olandan sonra qadın niyə ki özünü ərz eləməsin? Təbii ki, bu misal, birinci misal Rasulullah s.ə.v-in dövründə belə olmuşdu və qadınlar ərz edirdi ona özünə. İndi Rasulullah s.ə.v artıq yoxdur aramızda və bundan sonra ənbiyə və mürsəlin olmayacaq. Ancaq kimlər var? Varəfətül ənbiyə, peyğəmbərlərin varisləri, alimlər, fuqaha, uləmə, və belə bir insan olanda qadın özünü ərz elə bilər və heç bir eyb yoxdur. Necə ki, sizə bir misal danışım. Mədinə əhlinin salih qadınlarından biri gənc yaşında ikən özünü zamanımızın ən böyük alimi olan Mədinədə Şeyx Abbadə ərz etdi. Dedi ki, ey Şeyx Abbad, sizin həyat yoldaşınız olmaq istəyirəm. Və Şeyx Abbad da sünnətə əməl elədi. Onu özünə həyat yoldaşı olaraq qəbul elədi. Nikah bağlandı, atasına müraciət edildi və toy oldu. Və şeyxin 73 yaşında, şeyxin 73 yaşı olanda təqribən oğlan uşağı dünyaya Allah Subhanahu onlara ruzlandırdı. Yəni o qadın, salih qadın diləmişdi ki, ayağını ancaq alləməyə gedəcəm, adi insanı yox. Elə bir alimə də yox, alləmə, zamanın ən böyük mühəddis aliminə ki, sağ olanlar arasında bu sadəcə Mədinədə. Aydındır. O ki, qaldı sünnədən dəlil. فَعَنْ أَنَسٍ قَالْ جَاءَتْ إِمْرَأَةٌ إِلَى رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمَ تَعْرِضُ عَلَيْهِ نَفْسَهَا قالت يا رسول الله ألك بي حاجة
Enes rivayet edir ki, bir qadın Allah Nəbisi sallallahu aleyhi ve sellemin yanına gəlib özünü evlənməyə ərz etdi. Ey Allahın Rasulü, mənimlə evlənmək istərdinmi? Yəni, mənə bir tapşırığın və yaxud ehtiyacın varmı? Yəni, mən sənin həyat yoldaşım ola bilərəmmi? Və o zaman Ənəsin qızı bunu eşidəndə dedi ki, o necə də az bir həya sahibidir o qadın. Və Ənəs də qızını susturur və deyir ki, sus, o səndən xeyirlidir o qadın. Çünki özünü bəşərətin ən xeyirli olanına ərz etmişdir. O, Allah Nəbisi sallallahu aleyhi ve sellemin həyat yoldaşı olmasına rəğbət göstərmişdir. Hədis Əxrəcəl Buxari və Nəsəy və İbn Macə. Ənəsin sözündən bir fayda çıxartmaq olar. Fuqahalar bu məsələlərdə faydaları çıxartırlar. Yəni, əgər insan layiqli insandırsa, ümmətin Rabbani alimidirsə, və qadın özünə layiqli ər axtarırsa və o insan da evlənməyə ehtiyacı varsa, əgər rəğbəti varsa həmin alimin həyat yoldaşı olmağına, elminə və fəzilətinə, imanına görə qoy özünü ərz eləsin, eyb yox. Və o qadının, necə Ənəs deyir İbn Məlik, həyasızlığından deyil, əksinə, o qadın ən xeyirli qadındır ki, bax, özünü necə kimə ərz edir. Özünü kimə ərz edir. Ən layiqli insanlara ərz edir özünü. Bəli. Bəli, təbii ki, alim də yəni məcbur deyil ona almağa, susmaqla, cavab verməməklə bildirə bilər ki, ehtiyacı yoxdur. Və təşəkkür edə bilər. Allah razı olsun səndən. Allah səni mükafatlandırsın. Barakallahu fiki, qafarallahu leki və buna oxşar gözəl dualar edə bilər buna. وعن سهل ابن سعد رضي الله عنه أن امرأة عرضت نفسها على النبي صلى الله عليه وسلم فقال له رجل زوجنيها. Səhl ibn Sa'd, Allah ondan razı olsun, rivayət edir ki, bir nəfər qadın özünü Allah Nəbisi sallallahu aleyhi ve sellemə evlənməsindən ötürü ərz etdi. Və dedi ki, ey Allahın Rasulü, mənimlə evlən və yaxud mənə ehtiyacın olar. Buyurdu ki, bir nəfər kişi dedi ki, ey Allahın Rasulü, əgər sənin ona ehtiyacın yoxdursa evlənmək üçün bir həyat yoldaşı ikən, elə isə məni onunla evləndir buyurdu. Bu hədisi də biz götürdük. Əxrəcəhül Buxari və Müslim. Və sonra şeyx qeyd edir, وَمَحَلُّ هَذَا إِذَا أُمِنَتِ الْفِتْنَةُ كَمَا لَا يَخْفَى. Və bunların hamısı fitnənin olmamasına zamin olmaq şərti ilədir. Haydi necə, qadın bunu eləyəndə fitnə olmayacaq, qardaşı gəlib onu bıçaqlamayacaq, atası onu döyməyəcək, fitnə fəsad törədilməyəcək, alimin şəninə və şərəfinə söz atılmayacaq, söz gəzdirilməyəcək şəhərdə. Yəni, bu fitnələr yoxdursa, və bu İslam ədəbləri çərçivəsində hüdudları qorunaraq edilərsə, eyb etməz. Sonra şeyx deyir ki, فَإِنْ وُجِدَتِ الْفِتْنَةُ فِي إِخْبَارِهَا لِلرَّجُلِ بِرَغْبَتِهَا فِي الزِّوَاجِ مِنْهُ لَمْ يَجِزْ لِمَا فِيهِ مِنْ الْفَسَادِ. Əgər bu şeylərin hər hansı birində fitnə olarsa, istər qadının kişiyə ərz etməsi ilə kişinin ona sataşması, söz deməsi, əl qaldırması, təhqir eləməsi, şəxsiyyətinə sataşması, söz gəzdirməsi, onu tən etməsi, buna oxşar hər hansı bir fitnə baş verərsə, o zaman bu şəkildə qadınların kişilərə ərz etməsi, elçi getməsi dərsinə caiz olmaz. Dəlildə nəyə getirir şeyx? Vallahu la yuhibbul fəsad. Çünki Allah yer üzərində fəsadı sevməz buyurur. Ayət-i kərimədə Suratul Bəqara. Və sonra gəlir Mən lə yəcuzu xitbətuhun. Kimlərlə nişanlanmaq caiz deyil. Təbii ki, keçdik, bizə haram olan qadınların heç biri ilə nişanlanmaq caiz deyil. Aydındır. İkinci, o qadın ki, iddəti qutarmayıb, birinci yoldaşından tam ayrılmayıb, talağı tamamlanmayıb, onlarla da nişanlanmaq caiz deyil. Ta iddəti qutarana kimi.
Ve bunlar iki kısma bölünür. Birinci kısım en tekune mu'tedden min vefati zavciha. Ya eri ölüp ondan sonra ölen kişinin iddetini gözlüyor. 4 aşhurin ve aşra. 4 ay ve 10 gün. فهذه لا يجوز للرجل أن يصرح لها بالخطبة. Bu şekilde iddede olan kadına bir kişinin açık şekilde elçi getmesi veyahut da ki bunu ona eşittirmesi ve demesi caiz değil. Necə ki Uridə ən ətəzəvvəciki, mən səninlə evlənmək istəyirəm sözü kimi. Bu sarih kelimədir, bu caiz deyil. Veyahut buna oxşar sözlər kimi İzən qadət iddətuki təzəvvəctuki. Əgər səni iddətin qutarsa, iddətin qutarandan sonra səni birbaşa alacağım, evlənəcəm səninlə. Bu sözlər caiz deyil, iddət müddətində olan qadına demək. Və bunun haram olmasına fuqahalar ittifaq etmişdilər. İbn-i Abidin və Muğnil Muhtac və Kəşfil Qana'a kimi kitablarda bu ittifaqa baxa bilərsiniz. Yaxşı deyirsiniz, bəs Allah kitabında ərz eləməyə icazə verir axı. Buna nə deyirsiniz? Fuqaha da onu deyir. Lakin yecuzu lehu en yu'rida laha bi rağbati fi zalika dun tasrih. Bəli, Allah Teala kitabında dediyi kimi təsrih etmədən, açıq lafzlar istifadə etmədən nam yox. Ərz eləmək caizdir inşallah. Kim deyər, necə ola bilər o? Hansı vasitələrlə, özünü bildirməmək şərti ilə o qadına onun yolunu gözləyən var sözünü çatdırmaq. Qadın bilmir kimdir gözləyən. Adı necə və nəyi gözləyir, nə yolunu gözləyir, papirli şəkildə. Hətta qadın eşitirsin ki, yəni, aydındır. Allah Azze ve Celle buyurur, وَلَا جُنَاحَ عَلَيْكُمْ فِي مَا عَرَّضْتُمْ بِهِ مِنْ خِطْبَةِ النِّسَاءِ. Ayet-i Kerime'nin axıra kimi oxuyarsan, Əl-Bəqara surəsi 235-ci ayet-i Kerime. Neye göre? وَلِأَنَّ الْخِطَابِ إِذَا صُرِّحَ بِالْخِطْبَةِ تَحَقَّقَتْ رَغْبَةُ فِيهَا. Çünkü hitap elə bir şeydir ki, əgər xitab əsnasında təsrih olarsa, açıq lafzlardan istifadə olunarsa, səni iddətin qutaran kimi, mən səni alacam kəlməsi kimi, artıq o qadının rəğbəti meydana gəlmiş olur, iddət qutarmamış və bu caiz deyil. Yaxşı, niyə görə icazə edir? Hikməti nədir? فَرُبَّمَا تَكْذِبُ فِي اِنْقِضَالِ عِدَّةِ. Evlənmək hərisliyi ilə və bu fürsəti itirmək qorxusundan birdən iddətin sayını azaldar qadın. 4 ay 10 gün olmamış deyər ki, iddətim qutardı və günaha girər hər ikisi. Aydın necə? Qalə Şeyhul İslam İbn Teymiyyətə rahiməhullah ومن فعل ذلك أي من التصريح بخطبة المعتدة يستحق العقوبة التي ترتعه وتردعه أمثاله عن ذلك فيعاقب الخاطب والمخطوبة جميعا. Şeyh İslam İbn Teymiyyə deyir ki, bu cürə hərəkət eləyənlərə cəza tədbiri görülməsi yaxşı olardı. Elçi gedən və elçiliğini qəbul edən, iddəti qutarmamış qadın hər ikisi cəzalandırılmalıdır. Və cəzalar da nədən ibarətdir? Onların bir-biri ilə evləndirilməsini qazı qalan eləməlidir. Niyə görə? Pis qəsdlərinə görə cəzaları da oradan verilməlidir. Sonra gəlir və ta'rid. Ta'rid yəni təvriyə, istəsə ta'rid yəni ərz kəlmələri. Bunlarsa caizdir inşallah. Bunun da misalını şeyh gətirir.
o kelimelerdir ki evlenmek, nikah etmek, elçilik etmek veyahut da tamam başka bir şey. Her iki mənanı verir. Və qəti bir nədir? Və qəti bir məna üzərində durmur. Aydın necə? Tə'rid nədir? Ehtimalı kəlmədir. Evlənmək haqqında da ola bilər, başqa şeydən də ola bilər. Misal üçün bunun kimi وَرُبَّ رَاغِبٍ ف۪يكَ Ola bilsin ki, yol üstü adam var. Tövreddir bu. Həmçin nədir? Ta'rid. Ərzdir. İndi bu fikirləşir, ay Allah, bu yol üstü olan adam pendir almaq mı istəyir məndən, bəlkəm evlənmək istəyir mənimlə. Misal üçün, arvad pendir satandır. Misal üçün, bilmir nədir bu yol üstündə olan adam. Bu nədir bilmir. Aydındır. Və yaxud da ki, وَمَنْ يَجِدْ مِثْلَكَ Qadın misal üçün ərz eləyir kişiyə və ya kişi qadına ərz eləyir. Səndən daha xeylisi yoxdur. Burada evlənmək haqqında heç bir söhbət getmədi. Ancaq namök var. Və yaxud da ki, səndən daha xeylisini kim tapa bilərik? Evlənmək haqqında söhbət yoxdur. Ancaq o mənada verir, başqa mənalar da verir. Ən təkunə mu'təddə min talaqi rəc'i Həmçinin caiz olmayan elçiliklərdən də biri rəc'i hökmündə olan taliqa qadındır. Yəni, kişi arvadına bir dəfə talaq verib, aydındır, 3 ay hələm qutarmayıb və ehtimal var ki, onu qaytarmaq istəyir və qaytara bilər hər halda. Qadın hələm əcnəbi hökmünü almayıb və bu nə edir? Elçi gedir ona. Olmaz, haramdır. Aydındır. Çünki başqasının ailəsinə müdaxilə eləməkdir. Bu insanın yoldaşına bir dəfə talaq verib, 3 ay müddətində onu sərbəst qaytara bilər özünə. Qaytarmanın 2 yolu var. Cima ya da barışmaq. Qaytardım kəlməsini deməklə. Raca'tuki. Bu şəriətin lütfüydür evlərə. Qadını təhdib eləməkdən ötürü, gözünü qorxmaqdan ötürü, onu ədəbləndirməkdən ötürü və qadına bundan ağır zərbə yoxdur. Döyməkdən də betərdir. Onu bir dəfə boşamaq və havada gözlətdirmək. Sonra axır dəqiqələr demək ki, sən qaytardın. Yəni, qadına o bəs edir cəza olaraq. Və burada da neyini bir nəfər ağılı çıxıb, qadın rac'a iddətindədir, ərindən bir dəfə talaqdan tez elçi gedir. Haramdır, olmaz. Aydındır. وَهَذِي لَا يَجُوزُ التَّصْرِحُ لَهَا بِالْخِطْبَةِ Bu da həmçinin ona elçi getmək və təsrih eləmək açıq lafzlarla olmaz. وَلَا يَجُوزُ كَذَلِكَ التَّعْرِيضِ لَهَا فِي عِدَّتِهَا Həmçinin onu iddəti qutarmadığı müddətdə də ona ərz eləmək qadağandır hətta. Aydındır. لِأَنَّهَا فِي عِدَّتِهَا مِنَ الطَّلَاقِ رَجْعِ Çünki o, rac'i talaqın iddətindədir hələm. فِي مَعْنَى الزَّوْجَ Avdihə ilə nikah bir rəcəət. Çünki onun hələm də öz ərinə qayıtma ehtimalı var. Və qad səmməllahu l-müddətə rəciyyətə zəvcətən. Çünki Allah Azze və Cəl rəc'i hökmündə olan boşamış qadını kitabında zəvcə adı hələm də vermişdir. Allah Azze və Cəl buyurur: "Və izə tallaqtumun nisaa fəbələğna əcələhunna fəla ta'duluhunna en yenkihna azvacahunna izə taradav beynəhum bil ma'ruf." Əl-Bəqara surəsi 232-ci ayət-i kərimə. Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman ərlə arvad şəriyyətə müvafiq qayda üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın. Bu, sizlərdən Allaha və axirət gününə iman gətirənlərə verilən bir öyüd nəsiyyətdir. Bu, sizin üçün daha yaxşı və daha pakdır. Allah bilir, siz isə bilmirsiniz. Və həmçinin, qardaşlar, onun fəsadlarından da biri, həmin anda kimsə elçi getsə, qadın da iddəti qutarmayıb. Qadın nə edə bilər? Allah qorusun, iddətin qutarmasını öz həqiqi ərinə aldada bilər,
ki ondan intikam alsın başkasının onunla evlenmesiyle. Bu cəhətdən şəriət bu qapını vaxtında bağlayıb. Aydındır. Üçüncü, ən təkунə müddət mu'təddə min talaqil bəyyin. Üçüncü hissəsi isə haram olan elçiliklər əsnasında olan haramlardan biri bəyyin talaqının iddəti zamanı və bu növbəti dərsdə olacaq. Həzə və sallallahu alə nəbiyinə Muhammedin və alə alihi